Modal fe'llər qaydasını müqayisəli şəkildə yazmışam qarşı-qarşıya. Can bacarmaq, bilmək deməkdir. Keçmişi could, sualı, inkarı özü ilə düzəlir. Can-in sinonimi bərabər qoyanda bilirsiniz də bu sinonim mənasına gəlir. To be able to, bu da bacarmaq, bilmək deməkdir. Sualı, inkarı to be harda varsa, deməli indiki zamandırsa am, is, are. Keçmiş zamandırsa was, were. Gələcək zamandırsa shall be, will be. Əgər siz shall able to götürsəniz səhv götürərsiniz. Nəyə görə? Çünki o to be-dir, shall be able to olmalıdır. Deməli, can-in sinonimi to be able to. Can sualda, inkarda özü cümlənin əvvəlinə keçir, inkarda özündən sonra not artırılır. Amma to be able to sualı, inkarı zamana görə dəyişəcək. Am, is, are, was, were, shall be, will be ilə olacaq. Must bilirsiniz, məcburiyyət bildirir. Malı, məli deməkdir. Sinonimi have to. Must'ın da yenə sualı, inkarı özü ilə düzəlir. Bu nə deməkdir? Must sual verəndə özü cümlənin əvvəlinə keçir. Must we do this task? Biz bu tapşırığı etməliyik. Have to da isə sualı, inkarı do, does ilə verilir. Do, does. Üçüncü şəxsin təkində has to olur. Has to. Sualdı, inkarı da yenə üçüncü şəxsin təkində does devrəyə girir. Does da devrəyə girəndə avtomatik has to, have to halına gəlir. Bax, bu çox vacib qaydadır. Çünki bizi həvli ifadələrlə çaşdırmağa çalışırlar. Deməli, biz dedik ki, have-in bir neçə forması var. Have got, bir də have var mənasındadır. Have got-un sualı, inkarı özü ilə idi. Have əvvələ keçirdi. Amma eləcə have var deyəndə, məsələn, I have two books, buna sualı, inkarı do, does ilə verirdik. Do you have two books? Belə deyirdik. Have to da malı, məli deməkdir. Yenə də sualı, inkarı do, does ilə verilirdi. Bir də indiki bitmiş zamanda have, has və P2 var idi. İndiki bitmiş zamanın sualı, inkarı yenə özü ilə verilirdi. Biz bilirik ki, bir modal olan have to, bir də ki, var mənasında işlənən tək have, sualı, inkarı do, doesla veriləcəkdir. Nümunələrə baxarsınız. May icazə bildirir, olarmı, bilərmi mənasını bildirir. Sinonimi to be permitted to be allowed to. Siz permit sözünü bilirsiniz. Permit nədir? İcazə vermək. Allow da icazə verməkdir. Bu formada yadınızda saxlayın ki, to be permitted to və to be allowed to olarsa, bu may'in sinonimi kimi verilir. Eyni qaydada may sualı, inkarı özü özünə verirdi. Sualda may cümlənin əvvəlinə keçir, amma to be able to yenə də to be harda varsa biz çox rahatıq. Deməli, hansı zamandırsa o zamana uyğun to be-ni açacağıq. İndiki sadə zamandırsa am, is, are, keçmiş zamandırsa, keçmiş sadə zamandırsa was, were, gələcək zamandırsa shall be, will be-dən istifadə eləyəcəyik. Should məsləhət bildirir. Should və ought to ikisi də məsləhət bildirir, sinonimdirlər, gərək deməkdir. Hər ikisinin sualı, inkarı özü ilə düzəlir. Nümunələrə baxırsınız. Bir də var had better. Had better də məsləhət bildirir. Amma biz bunu o cümlələrdə işlədirik ki, bax bunu eləsən yaxşı olar. Yoxsa əks təqdirdə nəsə pis şey gözlənir. Bu zaman biz had better-ni işlədirik. Çox gözəl qaydadır. Həm danışıqda, həm cümlə qurmaqda, esse yazmaqda çox qəşəng qaydadır və had better olan cümlələri B2-dən qiymətləndirirlər. Deməli, məsləhət bildirir dedik. Məsələn, nümunəyə baxaq. You had better, gəlin bağlayaq. Aha. You had better start looking for a job. Yaxşı olar ki, iş axtarmağa başlayasan. Yəni yoxsa əks təqdirdə nə olar? Adam işsiz qalanda daha pis hadisələr baş verir də. Bu cür mənalar verir. Və diqqət eləyirik ki, uşaqlar, had better-dən sonra bare infinitiv gəlir. Biz bilirik bare infinitiv nədir? Bir var to-lu infinitiv. Məsəl üçün to start.
Bir də var bare infinitiv. Nə bir şəkilçi qəbul eləyir, nə də to ilə işlənilir. Baxın, you had better start. Bunu xüsusi soruşacağam bunları sizdən. Would you mind? Would you mind-dan sonra uşaqlar ing ilə gəlir fe'l. Mən sizdən soruşacağam. Had better-dən sonra fe'l nətər gəlir? Deyəcəksiniz müəllim, bare infinitiv. Would you mind-dan sonra necə gəlir? Deyəcəksiniz müəllim, ing ilə gəlir, gerund gəlir ing ilə. Would you like-dan sonra necə gəlir? Deyəcəksiniz müəllim, to-lu məstər ilə gəlir. Görürsünüz, üçü də fərqlidir. Had better bare infinitive. Would you mind gerund ing'li fe'l istəyir. Would you like to infinitive istəyir. Baxaq sonra. Burada sizə uşaqlar qeyd eləmişəm. Must, had better, ought to, should to, bir də could. Yuxarıda xətt çəkmişəm, ona baxın. Baxın, burada yazmışam stronger, yəni daha güclüdür. Must güclüdür. Məsələn, bir şeyi biz qarşımızdakına tövsiyə edirik deyiriksə, must yəni son dərəcə şiddətli tövsiyədir. Had better must qədər olmasa da had better də güclü tövsiyədir. Ought-la should sənə tövsiyə verir. Yəni əməl eləməyin yaxşıdır, məsləhətdir ki, buna sən əməl eləyəsən. Could-da isə istəyirsən elə, istəmirsən eləmə. Bax bu dərəcədə, yəni işin ciddiyyəti azalır. Bir də how about, what about? Mən what-u niyə belə yazmışam uşaqlar? A-nın biri orada, A-nın biri artıq gedibdi. Tamam, nəysə. How about, what about? Deməli, uşaqlar, bu bəs kimi mənasını verir. Yadımızda qalsın. How about və what about-dan sonra gələn cümlələrdə yenə ing ilə gəlir, gerund formasında gəlir. Ümumiyyətlə, yadınızda qalsın. Söz öndən sonra fe'l gəlirsə, biz onu ing ilə, yəni gerund formasına qəbul edirik. How about, what about da, about da özü söz önü kimi qəbul olunduğu üçün fe'l ing ilə gələcək. Deməli, nə oldu? Biz burada dedik ki, would you mind-dan sonra fe'l ing ilə gəlir. How about-dan, what about-dan sonra fe'l ing ilə gəlir. Sonra biz dedik ki, can, must, may, should, bir də had better. Bunlardan sonra gələn fe'l bare infinitiv gəlir. Baxın, qruplaşdırıram sizin üçün. Bir də burada var uşaqlar. Gəlin bir nümunə deyim. Məsələn, what about having some coffee? Biraz qəhvə içsək necə olar? What about bəs? Məsələn, how about your brother deyirik. Bəs sənin qardaşın? Bu bəs kimi mənası verir. Necə olar? Bəs. Bax, hər ikisi eyni mənanı verir, bu formada işlənilir. Cümlələr də bunu daha yaxşı başa düşəcəksiniz. Nəzakətli sual verərkən, yəni bir şeyə nəzakətlə, mədəni şəkildə müraciət eləyəndə biz would you, bir də could you-dan istifadə edirik. Burada nə would, nə could keçmiş zaman deyil ha. Biz kontekstə baxacağıq ki, bu sənə yəni bir nəzakətli şəkildə bir şey soruşur, xahiş eləyir. Məsələn, could you tell me where the station is? Deyə bilərsən mənə stansiya hardadır? Deyə bilərsən mənə. Görürsüz, mən burada nəzakətli şəkildə sual verirəm. Bir də burada bax bir şeyə diqqət edin. Where. Bax bunları soruşacağam. Where-dən sonra where burada nədir? Bağlayıcıdır. Bağlayıcıdan sonra deməyib ki, where is the station? Bunu sizə demişəm. Sual cümləsi strukturu yaratmayıbdır. Bağlayıcını verir where. Station mübtədanı verir. Is köməkçi fe'li veribdir. Yəni burada cümlənin daxilində hər dəfə deyirik bağlayıcı gələrsə, sual cümləsi strukturu yaratmayın. Mübtəda və xəbərin ardıcıllığına diqqət edin. Would you lend me your camera? Kameranı mənə verə bilərsən? Sonra gəlin cümlələrimizi eləyək. Uşaqlar, belə qərara gəldim ki, cümlələri ikinci videodan göndərim ki, videonun yəni ölçüsü çox olmasın.